Salam aleyküm dostlarım, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Bugün bomba kimi bir videonun qarşınızdayım. İlk növbədə üzrü sayın səsim biraz batıb. Onun üçün biraz pis çıxa bilər. Nəysə dostlarım, sizə real biznes haqqında məlumat vermək istəyirəm. Yəni bu video ola bilər çoxlarının qarşısına çıxmış ola bilər real biznes. Təzə çıxmış bir saytdır real biznes. Yəni normal bir saytdır. Yəni hər kəsə məsləhət görürəm. İndi sizə link verəcəm. O link vasitəsindən şəhərə daxil olacaqsınız. Şəhərə daxil olduqda, mənim linkimdən daxil olduqda sizə gördüyünüz kofe mağazininin birini və bir ağac hədiyyə verəcək. Yəni ondan əlavə gördüyünüz bu binaları əlbəttə ki, yatırım edərək əldə edə bilərsiniz. Məsəl üçün belə deyim. Bu elə bir real biznes, elə bir oyundur ki, köhnələr bilər. Məsəl üçün Clash of Clash oyunu deyim və ya başqa bir oyunlar deyim. Biraz ödəniş etdikdən sonra sizə burada pullar verir. O pullar dövr edir. Dövr etdiyi momentdə ondan sonra yenə dövr edilən pullarla da nəsə alırsınız. Onlar da eyni qaydada dövr edir və buradan real qazanc əldə edə bilirsiniz. Məsəl üçün gördüyünüz kimi hal-hazırda mənim balansımda 3.52 dollar var. Belə deyim ki, mənim gündəlik balansım 8 dollar yarımdır. Yəni bu da bizim pulla 14 manatdan çox pul edir. Bunun üçün mən nə etmişəm? Əlbəttə ki, yatırım etmişəm. İndi hələ ki, yəni çox yatırım etməmişəm. Endirimlərdən istifadə etmişəm. Bunlardan istifadə edərək yatırımlar əldə etmişəm. Hal-hazırda dediyim kimi mənim gündəlik qazancım 14 manatdan çoxdur. Yəni heç nə etmirsiniz. Sadəcə məsəl üçün liboy bir binanı bu olsun, fərqi yoxdur. Və məsəl üçün gördüyünüz göy binaların qiyməti, hər binanın qiyməti 50 dollardır. Bu ağ binanın qiyməti 50 dollardır. Burada gördüyünüz bu biraz daha böyük olan binaların qiymətləri 60 dollardır. İndi hərə öz bütçəsinə uyğun olaraq binalardan alır. O binalar onlara aylıq qazanc əldə etdirir. Sonra da girirsiniz bura. Gördüyünüz kimi bu 3.052 dolların üstünə vurursunuz. Məsəl üçün balansınızı artırmaq istəyirsiniz. Bunun üçün vurursunuz dolduru. Dolduru vurduqdan sonra boy indi hərənin öz bütçəsinə uyğun balans. Məsəl üçün yazdan 100 dollar. Dollarla ödəniş və çıxarışlar dollarla olur. 100 yazdınız məsəl üçün. Ən rahatı M10'dur. M10'a vurursunuz, dolduru vurursunuz. M10 nömrəsini kopyalayırsınız. Yəni burada bunu vurmağınız kifayət. Kopyaladıqdan sonra girirsiniz. M10'unuz varsa, M10'unuzdan yoxdursa bir bankdan belə M10'a ödəniş edə bilirsiniz. Ödəniş etdikdən sonra çekin şəklini fotoğraf arşivinə vuraraq çekin şəklini əldə edirsiniz. Və ödəniş təsdiq etdikdən sonra başda bir 10 dəqiqə ərzində artıq hesabınıza oturur. Bunu etdikdən sonra məsəl üçün pul çıxartmaq istəyirsiniz. Burada kart da var. Yəni istəsəniz kartınıza çıxarış verə bilərsiniz, istəsəniz yenə M10'a çıxarış verə bilərsiniz. M10 istifadə etməyənlər varsa belə bu real hesab, real biznes üçün M10'u istifadə etməyinizi məsləhət görürəm. Çünki M10 çıxarışları kart çıxarışlarından daha tez olur. M10 çıxarışı promo M10'a təsdiqlənir. Yəni promo M10'a çıxır, söhbət ölür. Amma kartda ilk növbədə belə deyim, bank hesabınıza təsdiqlənir. Oradan da gərək Kapital Bank təsdiqləyə ki, sizin kartınıza gələ. Yəni bu uzun bir müddət çəkir. Bu öz yerində deyim ki, yəni çıxarışınız gün ərzində çıxır. O sözsüzdür. Amma karta çıxarış verəndə 10-15 saata çıxır. M10'a çıxarış verəndə 2-3 saata çıxır. Nəysə, dediyim kimi belə bir şeydir. İndi mən videonun açıqlamasına linki qoyacağım. O linkə daxil olaraq kofe mağazinini pay alacaqsınız və telegramlarına qoşularaq real biznes artıq ağacda əldə edə bilərsiniz. Bu haqda ətraflı məlumat əldə etmək istəyənlər olsa yorumda mənlə əlaqə saxlasın. Nömrəni də qoyacağım yoruma. Nömrənə də əlaqə saxlaya bilərsiniz. Ətraflı şəkildə sizə ətraflı məlumat verəcəm. Şəxsi şəhər qurmaq istəməyənlər
üçün də şəhərin, mən məsəl üçün öz şəhərimin daxilində onun üçün binalar alacağam. Məsəl üçün gördüyünüz kimi mənim şəhərimdə çox yer var. 49 ədəd bina almaq olur, belə deyim. Və o 49 ədəd binadan da heç hal-hazırda mən 20 ədəd yer doldurmamışam. Yəni almaq istəyənlər olsa, onlar üçün də yer edib binalardan alaram. Aylıq qazanclarından mənlə əlaqə saxlayaraq aylıq, günlük, həftəlik fərqi yoxdur. Liboy Vremya çıxarış verə bilərsiniz. Amma gördüyünüz kimi minimum çıxarış kart və M10-a, bunlar Rus kartlardır, Rus bankları, bunlar öz yerində. Gördüyünüz kimi bizimkilər kart və M10 minimum 5 dollar olmalıdır çıxarışlar. Yəni istəsəniz əlaqə saxlayarsınız. Mən ətraflı şəkildə özüm sizə köməklik edərəm. Dediyim kimi videonun aşağısına link koyacağım. O linkdən əlaqə saxlaya bilərsiniz. Bu real biznesinə olan bir şeydir. Bu uzun müddətli olan bir şeydir. Məsəl üçün belə deyim. Bunların əlbəttə ki, haçansa bu bağlanacaq. Amma elə bir şeydir ki, endirim vaxtları bina alırsan, pulun 2 aya çıxır. 2 aya pulun çıxır, ondan sonra da hər ay pul sənə qalır. Yəni dediyim kimi, əgər istəsəniz əlaqə saxlayarsınız, ətraflı şəkildə onun haqqında məlumat verərəm. Hal-hazırda bugün artıq yarım milyondan çox insan, yəni reklamları da var ki, artıq yarım milyondan çox insan artıq qoşulub. Onun üçün də verilib. Bax, yəni pulu olanlar üçün çox gözəl bir bina gəlib. Gördüyünüz bu binanı alırsınız 1000 dollara. Düzdür, yəni də artıq hər kəsin imkanı çatmaz bu binanı almağa, amma ala bilən, imkanı çatan alsa, bu binanı aldıqdan sonra artıq sizin pulunuz 1 dəqiqə ərzində gələcək. Gördüyünüz kimi sürətli çıxarış cəmi 1 dəqiqə. Yəni bu gözəl bir binadır. Gördüyünüz kimi bu biri binalarda alırsınız. Məsəl üçün 2 dənə 10 dollar bina alırsınız. Üçüncü 10 dollarlıq bina pay gəlir. 2 dənə 50 dollarlıq alırsınız. Üçüncü 50 dollarlıq pay gəlir. Yəni bu çox gözəl, çox sərfəli bir fürsətdir. Burada da stabil satılan binalarımızdır. Yəni, binalardır daha doğrusu, mənim binalarım deyil. İstəsəniz bunlardan da alaraq rahat qazanclar əldə edə bilərsiniz. Yəni heç nə etmirsiniz. Sadəcə binanı alırsınız, fərqi yoxdur. Bir gün sonra da üstünə vuraraq pulunuzu götürə bilərsiniz. 2 gün sonra olsun, 1 ay sonra olsun, 1 həftə sonra olsun. Liboy Vremya sadəcə binanın üstünə vuraraq, qəpik işarəsinə vuraraq pulunuzu götürürsünüz. Sonra da çıxarışınızı verirsiniz. Çıxarışda M10'a versəniz 2-3 saat ərzində çıxır, el olur. Pis 1 saat belə çəkmir. Karta da çıxarış versəniz 5-10 saat ərzində çıxır. Oldu, sağ olun, Allah amanında. Belə videoların davamı üçün like atıb abunə olmağı yaddan çıxartmayın.